Salam əziz izləyicilərim, xoş gördük Sıxatrənin mətbəxində. Mən bugün qışın vazkeçilməz olan mürəbbəsi, zoğal mürəbbəsi hazırlayıram. Hamı bilir ki, soyuq dəymənin dərmanıdır. Qışın əsl lazımlı mürəbbələrindən biridir. Sezonudur, yəni vaxtıdır bişirməyin. Siz də inşallah bişirin. Şəkər tozun, məsələn 3 kilo tutaq ki, zoğaldır, 3 kiloqramda şəkər tozu kilo eləyirəm mən. Həmişə bütün meyvələri, istəyir turş olsun, istəyir şirin olsun. Meyvə nə qədərdir, şəkər tozunda o qədər hazırlayıram. Əlavə eləyirəm, hazırlayıram mürəbbəni. Qəşəng şəkər tozu ilə suyunu əlavə eləyirəm. Elə üzərinə də zoğalı da yuyub təmizləyirəm. Qəşəng zoğalı da əlavə eləyirəm. Çünki zoğal quruyan meyvədir. Onu nə şəkər tozu ilə eləmirsə, məsələn, başqa mürəbbələri şəkər tozu ilə eləyirik. Suyu çıxandan sonra elə. Amma buna suyu əlavə eləyirəm. Şəkər tozun üzərinə də zoğalı elə. Yəni, bir yerdə hamısını tökürəm. Qoyuram qaynamağa. Zoğal quruyan meyvə olduğuna görə o eləncə bişirirsən ki, şəkər onu qurutmasın. Elə az müddətdə də biraz iti elə bil curxotda bişirirsən. Çünki rəngi gözəl qalsın, mətə düşdü götürürsən, rəngi də görürsünüz necə gözəldir. Gördüyünüz kimi də kəfini də salpetka ilə yığıram, təmizləyirəm. Gül kimi qəşəng. Siz də inşallah hazırlayın. Zoğalın mövsümüdür. Qışa hazırlıqdır, tələsin. Yəni bahalaşmasın, ucuz deyindi. Siz də hazırlayarsınız. Sağ olun, sağlıqla qalın.